Deyirsiniz Zəngəzur barədə danışmışdım Zəngəzur barədə. Bu savaş başlayana qədər hal-hazırda Zəngəzur barədən danışmaq istəmirəm, təhlükəlidir. Amma keçmiş videolara baxsa, Qarabağ savaşdan sonra başlayacaq olan savaş İran üzərində başlayacağını, Qarabağ savaş bitəndə 2021-ci ildə demişdim və bugün biz bunu yaşayırıq. Hal-hazırda deyə biləcək bir şey var ki, dünya üzərində savaş oldu, olmadı. Havadan zəhərlənəcək olan dərmanlara qarşı böyük bombalar partlayanda ximikatlardan necə qorunmaq lazım oldu, Google-dan yazaraq o dərmanları alıb ona saxlamaq lazımdır, yoddur, odur, bu da gələcəkdə bunlara ehtiyac olacağını düşünürəm. Baxma ki, çöldə gün var, yağış var, gül var ağacda. Amma ximikatlar gələcəkdə gələn yağışlarla insanlara çox ziyanlar verəcəyini, xəstəliklər gətirəcəyini düşünürəm deyə bunu həmişə demişdim.